xoşbəxt həyatı öz əməllərində axtar, o əməllərlə Tanrına yaxın ol, onun məsləhət bildiyi, ayə kimi göndərdiyi deməli qayda qanunlara riayət eləməklə bu həyatı qazana bilərsən. İstər bu dünyada, istərsə də o dünyada. İndi görün Aşıq Ələsgər həmin mətləbə necə bir göndərmə eləyir. Ləbin tənə vurur abi həyata, qoyunu cənnət, rizvanım yavaş get. Yəni deyir, sənin ləbin nəinki abi həyatdan üstündür, hətta ona ironiya eləyir, ona tənə eləyir. Rizvan isə cənnətin keşikçisidir və sənətkar demək istəyir ki, ləbin abi həyata tənə vurduğuna görə özün də öz qoyununu, yəni bu gözəlliklər səltənətini, bu aşinalar yurdunu hamıdan qoruyursan Rizvan kimi. Eyni zamanda məndən də qoruyursan. Yəni bu şeirləri də yenə əvvəlki irfan şeirləri kimi sadəcə qadın haqqında yazılmış şeirlər kimi də oxuyanda sənətkarlıq və estetik səciyyə öz yerinə oturur. Bu qədər hamınıza uğurlar diləyirəm.